Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfəki buraxılışı 2016-cı ildə baş vermiş aprel döyüşlərinə həsr olunub. Bu mövzuda studiyamızın iki qonağı var. Təkcə aprel döyüşlərinin yox, eyni zamanda 91, 92, 93-cü illərdə baş vermiş Vətən müharibəsi döyüşləri haqqında danışacaq və onun iştirakçısı olacaq qonağımız və eyni zamanda həmin qonağımız 2020-ci ildə vətən döyüşlərində iştirak etmiş qonağımızdır. İlkin mərhələdə Vüsal müəllimi təqdim etmək istəyirəm. Vüsal Muradov, aprel döyüşləri iştirakçısı. Salamlayıram sizi. Və həm 1-ci Qarabağ müharibəsi və eyni zamanda 2020-ci ildə 2-ci Qarabağ müharibəsinin iştirakçısı, birbaşa həmin döyüşlərdə iştirak etmiş Salman müəllim Xudaverdiyevdir. Hər ikinizi salamlayıram. Xoş gəlmisiniz. Təşəkkür edirəm studiyamıza təşrif buyurduğunuza görə və icazənizlə Salman müəllim aprel döyüşlərinə həsr olunduğuna görə elə Vüsal müəllimdən başlayaq suallarımıza, cavablandırmamıza. İstəyərdim birinci mərhələdə Vüsal müəllim özünüzü təqdim eləyəsiniz tamaşaçılara. Mən də təşəkkür edirəm. Aprel hadisələrlə bağlı məni dəvət etmişsiniz. Tamaşaçılarımızı salamlayıram. Mən Muradov Vüsal, Bərdə rayon sakini. Mən hərbiçi olmuşam, artillerist, Minatan komandiri vəzifəsində olmuşam. 2016-cı il aprel ayının 1-ci günü axşam saatlarında, saat 19:20 radələrində mən Tərtər istiqamətində xidmətdəydim, Seyid Sulan istiqamətində. Neçə il idi artıq hərbiçi kimi fəaliyyət göstərdiniz? 8 il idi. 2016-cı ilə qədər. 8 il idi hərbiçi kimi xidmətdəydim, Minatan komandiri vəzifəsində. Aprelin 1-ci gecə 19:20 saat iradələrində mən olduğum mövqedən Ermənistan qarşı tərəfdən, düşmən tərəfdən, yəni bizim bölməyə minamyot atəşi açıldı. 2-dən 3 dənə minamyot atəşi açıldı. Bizim yaşayış məntəqəmizdə ön xəttə yaxın idi. Dərhal biz komandirlərimiz yuxarı komandanlığa məruz elədi ki, yəni Ermənistan ordusu bizi atəşə tutubdu. Dərhal bizə cavab gəldi ki, cavab verilsin. Biz də minamyotlarımız həmişə kimi hazır idi və belə döyüş başladı. Neçə müddət davam elədi? Neçə gün davam elədi? Biri axşam başladı. Yəni onlar da atırlar, biz də atırıq. Ağır silahlardan da yəni toplar, minamyotlar, qıratlar atırdı belə. Yəni ayın 5-i günortaya qədər bu hadisə davam elədi. 5-i günortada, niyə 5-i günorta deyirəm? Mən yaralandım. Mərkəzi hospitalda müalicə alan vaxtı 5-i günü günorta saatlarında Cənab Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev gəldi biz ziyarətə. Elə ilk yaralılarla görüşdüyü şəxs mən olmuşam. Orada yəni dedi ki, bu günlərim günorta dayanır, saziş imzalanır, yəni müharibə dayanır deyə. Elə ondan bilirəm ki, ayın 5 günü dayandı. Mən də mütəmadi çalışdığımızla, uşaqlarımızla əlaqə saxlayırdım. Hər şey yaxşı idi, itkimiz elə yox idi, yaralımız yox idi. Yaxşı idi hər şey, düzdür. Müharibə elə bir şeydir ki, qan tökülmədən mümkün deyil nəyisə əldə eləmək. Müharibə varsa şəhidin də olmalıdır, yaralın da olmalıdır. Düzdür, şəhidlərimiz də oldu, Allah cəm şəhidlərimizə rəhmət eləsin. Yaralarımız da oldu, amma qismən torpaqlarımız işğaldan azad olundu. Seyid Sulan Talış istiqamətindən Talış yüksəkliyi. Mən onu soruşmaq istəyirdim ki, hansı istiqamətlərdə davam edirdi? Hansı istiqamətlərdə? Talış yüksəkliyi istiqamətində davam edirdi döyüş. Bir də Füzuli istiqamətindən Lələtəpə yüksəkliyi azad olundu həmin vaxtı. Onda Cocuq Mərcanlı kəndi bərpa olundu. Lələtəpə yüksəkliyi azad olunandan sonra Cocuq Mərcanlı kəndi bərpa olundu, sakinləri köçdü yerlərinə. Mən özüm də ziyarətdə olmuşam orada, getmişəm. Talış yüksəkliyi idi. O, aprel döyüşləri, belə deyim ki, bu vətən müharibəsinin başlamağının abzası idi, belə deyək. Vətən müharibəsinin başlamasının abzası idi. Salman bəy, hələ ki 2020-ci ildə şanlı zəfər yazılan müharibədən danışmayacağım.
Onu verilişimizin gedişatında danışarıq. Gəlin 92-93-cü illərdə baş verən döyüşlər haqqında danışaq sizinlə. Onda sizin neçə yaşınız vardı Salman bəy? Onda mənim 19 yaşım var idi. 19 yaşınız var idi. Hərbiçi idinizmi, yoxsa əsgərliyə yollanmışdınız? Xeyr, mən demək olar ki 10 avqust 1971-ci ildə Qərb Azərbaycanın Dərələz Mahalının qonşu kəndində anadan olmuşam. Demək, 88-ci ildə biz belə deyək də, o mənfur düşmən, mənfur qonşuların ucbatından biz o Qərb Azərbaycandan köç etdik Azərbaycana. Deməli, 89-cu ildə mən o vaxtda SSRİ-nin tərkibində hərbi hava qüvvələrində xidmət elədim. 91-ci ildə hərbi xidməti başa vuraraq Azərbaycana döndüm. Həmin vaxtlar Azərbaycanda demək Qarabağ zonasının hər yerində demək olar ki, ermənilərin o xəbis niyyətlərini həyata keçirdilər. Orada nə bilim soyqırımlar, müəyyən şeylər. Mən həmin vaxtdan döyüşlərə qatıldım. Döyüşlərə qatılanda, yəni onda mənim 19 yaşım var idi. O döyüşlə, yəni bugünkü gündəki bu döyüşləri müqayisə edəndə, yəni bu gün Azərbaycan ordusu var. Amma 92-ci ildə Azərbaycanda ordu demək olar ki, yox dərəcəsində idi. Hansı istiqamətlərdə idi sizin döyüşləriniz? Mən əsas Ağdərə istiqamətində, yəni ermənilərin ən çox cəmləşdiyi və yaxud da ki, ələ keçirdikləri yer Ağdərə idi. Çünki Ağdərə demək olar ki, o vaxtda ora təndir, quyu deyirdilər. Yəni ora düşən, yəni salamat geri qayıtmadı da. Yəni elə bir mövqe idi ki, yəni çox orada Rus erməni birləşmələri və Livandan gələn, dünyanın hər yerindən gələn, deyək ki, Əfqanistanda döyüşmüş, orada kurslar keçmiş döyüşçülər, yəni erməni tərəfindən onlara kömək məqsədi ilə gəlmişlər. Bəli. Həmin vaxtlar, yəni onda biz onların 30, 40, 50 yaşları var idi, amma bizim az yaşımız var idi. Buna baxmayaraq da, məsələn də bizim silah-sursat da demək olar ki, çatışmamazlığı var idi, çox çatışmamazlığı var idi. Çünki bilirsiniz, zirehli texnikanın qarşısına daraqda olan 5 güllə ilə çıxmaq qeyri-mümkün idi. Yəni, elə oğlanlarımız var idi ki, tankovi minanı götürüb, özlərini, yəni tankın altına girib partladırlar ki, o tank partlasın ki, gəlib o biri qardaşlarını, o biri, belə deyək, döyüşçü yoldaşlarını əzməsin. Yəni, bizim həmişə belə oğlanlarımız var, olacaq. Həmin dövrü müəyyən mənada xarakterizə etdiniz. Həmin dövrdə bəs xalqın dəstəyi necə idi hərbi fronta? Həmin dövrdə demək olar ki, xalqımız müharibələr görməmişdi. Yəni bizim belə deyək də SSRİ deyilən bir dövlətdə, o dövlət elə millətləri özlərinə elə göstərmişlər ki, yəni orada heç bir xalqa kimsə toxuna bilməz, amma çox yanlış bir fikir imiş. Yəni biz Azərbaycanlılar təkləndik. Yəni biz gördük ki, dünya Ermənistanın arxasındadır. Yəni o vaxtı o yenidən qurma adı altında bütün dövlətləri, bütün o 15 respublikanı demək olar ki, ən çox Azərbaycanı. Çünki belə deyək, 20 yanvar qırğınları, deyək ki, Ağdamda soyqırımlar, demək olar ki, Azərbaycanın hər yerində ermənilər soyqırım elədilər. Yəni o vaxtdan belə deyək də, döyüş əzmi demək olar ki, mən deyərdim ki, eyni idi. Çünki o vaxtda qəhrəmanlar var idi, bu gün də qəhrəmanlar var, sabah da qəhrəmanlar olacaq. Yəni biz belə deyək də 300 il, yəni Azərbaycan dövləti yaranandan bizim vuran əlimiz olub. Çünki biz həmişə belə deyək qələbə salmışıq. O deyir, türk torpaq itirmir, torpağına torpaq qatır. Yəni biz həmişə elə bir devizlə belə deyək yaşamışıq. Amma rusların, ermənilərin və yaxud da ki, dünyanın birləşib Azərbaycan xalqına qarşı həmin dövrdə 92, 91-dən deyək ki, 94-ə qədər
və ya da o aralarda müəyyən o toqquşmalar olanda, yəni biz bildik ki, Azərbaycan təkdir. Bəli. Ona görə də biz öz çarəmizi özümüz qıldıq. Yəni bu gün həmin dövrdə elə qəhrəmanlar var ki, düzdür, onlar şəhiddir. Allah şəhidlərimizə rəhmət eləsin. Amma belə deyək ki, əgər bizim həmin vaxtda yaxşı liderimiz olsaydı, yaxşı komandirlər olsaydı, yəni siyasətin qurbanı olmasaydıq, mənə elə gəlir ki, həmin dövrdə biz Qərbi Azərbaycanda, Yerevanda biz orada belə deyək, yerləşmişdik. Vüsal müəllim, aprel döyüşləri başlamamışdan qabaq sizdə təəssürat necə idi? Həmin o komandanızda təəssürat necə idi? Bu döyüş, məsəl üçün, düzdür, bu zəfər döyüşü deyildi. Zəfər döyüşü olmasa da, ümumilikdə orduda hiss etdikləriniz nə idi? Baxın, belə deyim, mən hərbiçi olmuşam. Orduda, hərbidə gün nizam qaydası deyilən bir qanun var. Gün nizam qaydasına uyğun olaraq xidmət davam edirdi. Mütəmadi olaraq dərslər, təlimlər, hamısı keçirilirdi. Biz bir şeyi komandanlıq bizim beynimizə dərk elətdirmişdi ki, erməni müvəqqəti bizim torpaqdadır. Bunu axır əvvəl biz alacağıq. Yəni, o almaq da bizim gücümüzdür, bizim məsuliyyətimizdir, hərbiçinin məsuliyyətidir. Yəni, əfar-ruhiyyə həmişə yüksək səviyyədə olub. Nətər deyim, hər bir cəhətdən deyək, təchizatmı, silah-sursatmı, qidamı, yeyimi, əsgərin yaşayışı üçün hər bir şərait dövlət tərəfindən yüksək səviyyədə yaradılmışdı. Yəni, mən son vaxtlar hərbidən tərxis olmuşam, olduğum müddətdən danışıram. İndi lap yaxşı, yüksək səviyyədə şərait yaradılıb hərbiçi üçün. Yəni, orada əsgər gəlirdi xidmətə, evdən gəlirdi, fikirləşirdi ki, indi qabaqçı dövrün hərbisidir. Yəni, biraz zəif, nə bilim nə, amma baxır gördü ki, qidalanma yüksək səviyyədə, təchizat Döyüş yüksək. zamanından söhbət gedir. Həmin o 5 günlük döyüşdən, yoxsa ümumilikdə? Ümumilikdən danışıram, döyüşə gələnə qədər. Əsgər gəlirdi, verilən təlimləri yüksək səviyyədə qavlayırdı, öyrənirdi silah-sursatdan, istifadə eləmək qaydaların, hər bir şeyi öyrənirdi. Gələk aprel döyüşlərinə, şəxsən mən indi öz bölməmdə xidmət eləmişəm, mən bölmədən danışa bilərəm də, qıraq bölmənin gedişatını bilmirəm. Bizim bölmənin 43 əsgəri var idi. Quranan da olsun, o 43 əsgər. Ərazi olaraq hansı ərazi idi? Tərtər istiqamətinin, Tərtər ərazisində idi. İstiqamətimiz Seyid Sulan istiqamətində idi. Yerləşdiyiniz zona relyef olaraq nə idi? Relyef olaraq düzənli idi, amma düşmən bizdən yüksəkdə idi. Biz aşağıdaydıq. Aprel döyüşlərində bizim əskərlər, indi biz artillerist olmuşuq, o piyada ilə artillerist bir dövdə, mən minamyotçu olmuşam, mənim 6 dənə əskərim var idi. O mənim 6 əskərin hamısını minamyotun yanına yığmırdım. Biri doldururdu, biri daşıyıcı, belə işlər var orada. Mən əskərlərə deyirdim ki, biraz geridə durun. Bizdə bombadej deyirik də, sığınacaq. Sığınacaqda deyirdim, durun ki, düşmən atır da. Deyir ki, yox. Yəni, biz neçə vaxtı bu anı gözləyirik də. Yəni, təsəvvür edin ki, 18 yaşında, 19 yaşında olan bir əskər belə götürür, 92 müharibəsini görməyib də, heç xəbəri yoxdur ondan. Amma can atırdı ki, irəli gedə də, döyüşə ki, o düşməndə olan torpağı azad eləsin. Yəni, əhval-ruhiyyə yüksək səviyyədə. Bəli. Çünki həmin o qayğı da, məsəl üçün, özünü göstərir. Əskərə qayğı, qidalanmasına, onun qaldığı yerə göstərilən qayğı, göstərilən diqqət. Təbii, bunların hamısı da onda böyük ruh yüksəkliyi yaradır ki, arxayın irəliləyə bilsin, arxayın addım ata bilsin. Bir də bir söz deyim, yəni ki, komandir də mən sözümü təsdiqləyər. O ordunun, o ölkənin, nətər deyim, zəif cəhəti o olar ki, mən hərbiçiyəm, mən qabağa gedirəmsə döyüşə, xalq mənim arxamda döysə, mümkün deyil o döyüş udmaq. Biz qabağa gedirdik, fikirləşirdik ki, 10 milyon ordu gəlir arxamızda.
Bax, qələbənin böyük, nəticəsi budur. Məsəl üçün, güc 100 nəfərlə, göstəricisidir. 500 nəfərlə, 1000 nəfərlə döyüşə girirsən, fikirləşmə 1000 nəfərlə mən döyüşə girirəm. Fikirləş ki, 10 milyon əhali arxandan gəlir, ordu. 10 milyon ordu arxadan gəlir. Yəni bunu aprel döyüşlərində də biz gördük. Bunu 2020-də də gördük. Amma Vüsal mən deyərdim ki, burada təkcə 10 milyonluq xalqın verdiyi o dəstək, isti nəfəs yox. Yəni eyni zamanda dövlətimizin göstərdiyi, həmin o əsgərə göstərdiyi qayğı, həmin o yaratdığı istilik, həmin o şərait onu eyni zamanda ona dəstək olurdu, ruhlandırırdı. Hamısı şeydir, o nətər deyim, qaydalara uyğun olan bir şeydir. Əskərin şəraiti var. Necə deyim, qidalanması var, geyim-kecim var, təchizat var, yüksək səviyyədə ən axırıncı model silah-sursat var. Hər bir şey varsa, bu əskər öyrənib irəli gedib döyüşməyə hazırdır. Hazırdır. Yəni başqa bir variant da yoxdur burada. Qısa bir fasiləmiz var icazənizlə. Olarmı? Vüsal müəllim, Salman bəy, qısa bir fasiləyə ayrılaq, yenidən qayıdırıq studiyamıza. Müzakirəmizin maraqlı qaldığı yerdən davam edirik. Qeyd edirəm ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfəki buraxılışı 2016-cı ildə baş vermiş aprel döyüşünə həsr olunub. Qısa bir fasilədən sonra yenidən qayıdırıq studiyamıza. Fasiləmiz artıq yekunlaşdı. Qeyd edim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfəki buraxılışı 2016-cı ildə baş vermiş aprel döyüşlərinə həsr olunub. Bu mövzuda studiyamızın qonağı aprel döyüşləri iştirakçısı hərbiçi Vüsal müəllim Muradovdur və eyni zamanda iki qonağımız var. Salman Xudaverdiyevi təqdim etmək istəyirəm sizə, əziz tamaşaçılar. Salman müəllim isə eyni zamanda 92-94-cü illərdə baş vermiş döyüşlərdə və 2020-ci ildə baş vermiş döyüşlərdə iştirak etmiş hərbiçimizdir. İndi isə Salman müəllim istəyirəm sizinlə davam edeyim. Elə 2020-ci ildə icazənizlə təbii ki, 2020-ci ildə baş vermiş döyüşlərdən danışaq. Və orada təəssüratlar necə idi? Başlanğıc nöqtəsi nədən oldu? Necə xəbər gəldi ki, artıq irəliyə getmək olar? Siz necə cəlb oldunuz həmin o döyüşlərə? Bilirsiniz, həmin günü demək olar ki, bütün Türk dünyasının sevincli bir günüydü. Düzdür, həmin vaxtı müəyyən şəhərlərimiz vuruldu. 2020-ci ilin deməli səhərə yaxın Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev vurğuladı ki, yəni xalqa müraciət elədi ki, bəli, Ermənistan ordusu Azərbaycana qarşı belə deyək də hücuma keçib. Və demək olar ki, səfərbərlik elan olunanda, yəni biz heç onu gözləmədik. Biz yaşadığımız hərbi komissarlıqlara, bütün Azərbaycan demək olar ki, hərbi komissarlıqların qarşısındaydı. Yəni bu dünyanın heç bir yerində belə bir şey yox idi. Amma bu tək bizə aiddir, tək Azərbaycanlılara aiddir ki, yəni vətən darda olanda bütün küsürlər, bütün belə deyək də, kimin ədavət varsa hamısı birləşir. Yəni bu bizə, bizim xalqa xas olan bir, bəli. Ona görə biz də hərbi komissarlıqlara getdik, Nərimanov rayon hərbi komissarlıqlara getdik. Bizə dedilər ki, sizin yaşınız çoxdur, biz sizi apara bilmərik, belədir, amma gözləyin. Biz onu gözləmədik. Həmişək kimi yenə bu Azərbaycanlara xas olan bir şeydir ki, biz o əks hücum əməliyyatında demək, Tərtər istiqamətindən deyək ki, bələdçi kimi xidmətə başladıq. Deməli, o xidmət ki, həmin vaxtı bilirsiniz, elə insanlar var idi ki, həqiqətən də yəni, müharibə görməmişlər, silah-sursat səsi eşitməmişlər. Ən çox da bizim o yaxın kəndləri, şəhərləri vururlar deyə, bilirsiniz, biz də elə bir növ özümüz çaşdıq ki, yəni, bu ordu, yəni söhbət düşmən ordusundan gedirdi ki, yəni bu niyə bizim Azərbaycan ordusu ilə yox, bizim başımızın üstündən o raketləri buraxır, dinc sakinləri, uşaqları, qocaları öldürür. Bəli.
Yəni onun bir növ bizim elə bil qisas. Çünki bu 30 ildə yaranmış o qisas və bu o belə deyək xəyanətləri deyək ki, o bizim o rayonlar zatları vuranda bir növ onların biz bir daha xatırlatması oldu. Xatırlatma olacaq, çox pis xatırlatma oldu. Çox pis xatırlatma oldu. Çünki biz həqiqətən də düşmənə aman vermədik. Yəni düşmən belə deyək də ordunun tərkibində, Ermənistan ordusunun tərkibində öldürülən deyək ki 10 nəfərdən 3-ü başqa millətlərin vətəndaşları idi. Yəni Livandan gəlmiş, başqa dövlətlərdən, yəni belə deyək də pul müqabilində, bəli, pul müqabilində döyüşən əsgərlərdir. Hansı ki, əsgər də demək olmaz, yəni puxtələşmiş belə də döyüşçülər. Yenə də biz başladığımız nöqtədən həmin insanlarla, əgər insan demək olar da, yəni olarsa, onlarla biz qisas əməliyyatının belə deyək başladıq, yəni öz dədə-baba torpaqlarımızı yenidən Azərbaycanımıza və Azərbaycanlara qaytarmağa davam elədik. Amma çox gözəl bir hiss idi. Yəni bu hiss o hiss idi ki, o hiss getdi deyək ki, Şuşada dayandı. Sonra cənab prezidentimizin siyasətçi, gözəl siyasəti nəticəsində Xankəndi, Ağdərə və yaxud da Xocalı müəyyən istiqamətlər bir müddətdən sonra təzədən Azərbaycanımıza qaytarıldı. Bəli. Siz hansı hissəsinə qədər iştirak etdiniz həm bələdçi kimi döyüşlərdə? Demək olar ki, mən Hadrut istiqamətinə qədər deyək ki, müəyyən tapşırıqlar, müəyyən bələdçilər, bilirsiniz, bələdçilər o döyüşçülərdən də, müəyyən döyüşçülərdən də üstün olur da, bilirsiniz. Əgər bələdçi yaxşı olmayanda o hərbi hissə və yaxud da taborlar hamısı belə deyək, mühasirəyə düşə bilər müəyyən. Biz yəni Hadrut istiqamətindən sonra düz Şuşa istiqamətinə qədər bizə irəliləyə bildik. Yəni iştirak etdiniz bəli, hamısında. iştirak elədik. Vüsal müəllim, yaralanmağınız hadisəsi necə baş verdi və neçə müddət siz yaralı qaldınız? Daha sonra fəaliyyətiniz necə oldu? Deməli, mən biri gecə axşam radələrində başladı aprel döyüşləri müharibəsi. Mən gecə elə birinə, ikisinə keçən gecə iş saatlarda mən yaralanmışam. İş saatlarda yaralandım. Dərhal məni Ağdamda olan hospitala təxliyə elədilər. Gecəni orada qalandan sonra, ilkin yardımı olandan sonra səhərisi axşam radələrində helikopterlə məni Bakıya mərkəzi hərbi hospitala təxliyə olundum. Məndə böyrümə minamyot mərmisi düşdü. Ayaqlarımın ikisi də qırılmışdı. Burada Papalin hərbi hospitalda travmatologiya şöbəsinə yerləşdirildim. İlkin müalicələr getdi, sonra əməliyyat olundum. İlizarov aparatı yığıldı ayağıma. İl yarım, 18 ay, 17 ay, yəni İlizarov aparatında gəzmişəm. Ondan sonra da komisiya olundum. Yekun nəticə oldu ki, hərbiyə qayıda bilmərsən. Çıxdım ehtiyatdayım hal-hazırda. İndi bəs əlaqə saxlayırsınızmı hərbiçi yoldaşlarınızla? Mən təbii ki, əlaqə saxlayırsınız, istə bu barədə danışarsınız və onlarla kommunikasiya necədir? Çünki artıq fəaliyyətiniz hərbi istiqamətdə deyil. Hərbiçi dostlarınız bəlkə də qalıblar, hərbi sahəsində fəaliyyət göstərirlər. 2020-ci ili necə bu döyüşləri izlədiniz, bu döyüşlərə necə dəstək oldunuz? Mən ehtiyata buraxılandan sonra hərbidən öz iş yoldaşlarım deyək də, hərbiçi yoldaşlarımla mütəmadi olaraq əlaqə saxlayırıq, bir-birimizin xeyirdə, şərdə iştirak edirik, yəni mütəmadi əlaqədəyik. Onlar da indi bölünüblər, torpaqlar azad olundu deyənə, bu tərtlərdə olduğu İşğaldan azad olunmuş torpaqlar ərazilərə köçdülər, o tərəfdədirlər. Xidmətlərini eləyirlər, hər şey yüksək səviyyədədir. Mən əlaqə saxlayırdım, deyirdim, indi dağlıq yerdir, o Laçın tərəf, Şuşa tərəf.
O şərait zat nətərdir? Deyirlər ki, hər bir şey yüksək səviyyədə qurulub. Əsgər yataqxanası, yeməkxanası, mövqelərimiz hamısı yüksək səviyyədə xidmətimiz gedir. Təbii ki, uğurlar Azərbaycan ordusuna daim yüksəkdə dursunlar. 2020-nin müharibəsində mən komissarlığa Bərdəliyəm. Bərdə komissarlığına müraciət elədim. İndi səhhətimlə bağlı dedilər mümkün deyil. Getmədim, amma o demək deyil ki, mən hərbidə iştirak eləmirəm. Mən çəkilməliyəm qırağa. Təbii ki, ehtiyatda ola arxadan dəstəyimizi xalqa qoşularaq dəstəyimizi əsirgəmədik. Füzuli döyüşləri gedirdi. Azərbaycan ordusu Hadruta çatmışdı. Mən yəni dövlət sağ olsun, mən avtomobil verib. Mən ondan Şükürbəyliyə kimi gedib çıxmışdım. Orada da elə komandir tanış çıxdı, dedi, sən nə gəlsən burada? Olmaz. Yəni, biz nətərdir? O demək deyil ki, mən hərbidən çıxmışam, mən çəkilib oturmalıyam qıraqda. O mülki həyatda da olsan, o dəstəyi verirdik. Bir də ki, mən hərbiçiyəm, mən 100% ümid edirdim ki, bu cəbhə boyu müharibə başlayıbsa, bu Ermənistan mümkün deyil də. Bunun qabağında dura bilməyəcək. Yəni, o 3-4 günlük aprel döyüşlərində o Ohanyan xətti deyilən bir xətt var. Komandirimiz yaxşı bilir. O 25 il idi, 23 il idi, onu qururdular. Aprel döyüşlərində bizim ordu onu 40 dəqiqəyə yardı keçdi o üçün. Yəni, bu... Nədir o xətt? Həmin xətt nədir? Mahiyyəti nədir onun? Stəkan qurğuları. Bəli. Tranşeylər idi, bütün şəraitləri qurmuşlar orada. Çox böyük bir səngərlər idi, yəni belə çox dərin səngərlər idi. 2020-ci ildə həmin səngərləri keçmək lazım olurdu, yoxsa artıq onlar keçilmişdi? Yox, biz 2020-də onlar keçilmişdi. Aha, keçilmişdi. Bilirsiniz, başlanğıc mərhələsində siz iştirak edirdinizmi, yoxsa artıq döyüşlər başlamışdı, sonrasında siz qoşuldunuz bələdçi kimi? Yox, başlayanda biz qoşulduq. Birbaşa qoşuldunuz. Çünki çətin mərhələsi elə başlamaq mərhələsidir, elə deyilmi? Çünki onlar artıq hazır vəziyyətdədirlər. Nə qədər şoka düşsələr, narahatlıq keçirsələr də yenə də hazırdılar. Çünki gözləyən mövqeydilər. Bu barədə istəyirəm danışaq. Bilirsiniz, indi Vüsal qardaşımız demişkən, onlar o qurduqları səngərləri elə bilirdilər ki, elə ömürlərinin axırına qədər o səngərlərdə yenə də gizlənə biləcəklər. Gizlənib, oradan belə deyək, binokullarla bizim lazım olan yerləri baxıb, lazım olan adamları snayperlə götürüb vuracaqlar, belə edəcəklər, amma bu yanlış bir fikirlər idi. Deməli, döyüş başlayanda bizim Suqovuşan istiqamətində düz itkilərimiz oldu. Əskərlərimiz orada şəhid oldu. Amma buna baxmayaraq, o şəhid olan qardaşlarımız yanında olan əskərlər daha da belə deyək, vətən sağ olsun deyib, yəni hücuma keçdilər. Bilirsiniz, bunu indi bütün Azərbaycan xalqı deyir ki, yəni torpağa su qarışanda palçıq olur, amma qan qarışanda vətən olur. Yəni biz 30 ildən də çox, 30 ildən də, yəni 300 ildə deyək, bizim torpaqlarımız torpaqla itirə-itirə gəlirdi. Amma belə deyək də, 2020-də, yəni 20-yə qədər o torpaqları cəhd eləyib almaq istəyən, yəni belə deyək də, bir qüvvə olmadı. Amma Ali Baş Komandanımız bugün, hansı ki bütün dünya liderləri bizim liderimiz, prezidentimiz İlham Əliyevə bir qısqanclıqla baxırlar ki, yəni bu cavan bir, belə deyək, sərkərdə, cavan bir prezident, bir lider 30 illik həsrətə, yəni həsrətlə yaşayan bir xalqı necə, belə deyək də, o torpaqlar işğaldan azad elədi. Yəni, Amerika kimi bir dövlət bugün Azərbaycan ordusunda gəlib baxır ki, yəni bir analiz eləmək istəyirlər ki, bu necə olub? Bu Şuşa alınmaz bir qalaydı və yaxud da ki, müəyyən yerlər var ki, o yerlər alınmaz, həqiqətən də bir alınmaz qalaydı. Yəni, ermənilər, başqa dövlətlər orada xüsusi işlər görürdülər və arxain idilər ki, o torpaq elə həmişə Ermənistanın nəzarətində olacaq. Amma elə olmadı. Yəni, Azərbaycan ordusu bugün dünyada ən öndə gedən ordulardan biridir.
Nəinki Qafqaz, yəni bütün söhbət dünyadan gedir. Biz belə deyək də Şuşa alınana qədər, yəni alınan günə qədər, yəni keçdiyimiz o rayonlarda, kəndlərdə demək o məktəblərin demək olar da ki, o ermənilərin oxuduqları bizim o torpaqlarda, o qurduqları məktəblərdə qeyri belə deyək də elə bir xəritələrə rast gəlirdik ki, biz o xəritədə belə deyək, Azərbaycan torpaqları yox idi da. Yəni Bakı şəhəri də orada, yəni hamısını bütün Azərbaycanı öz torpaqları kimi xəritədə belə deyək də göstərib və o deyək ki, gələcək nəsillərə beyinlərinə yeridirdilər ki, o xəritədə nə var idisə, o hamısı Ermənistan ordusuna, yəni Ermənistan xalqına belə deyək də məxsusdur. Məxsus. Amma olub, indi yeri qaytarmağa. Bəli. Xankəndinin prezidenti, baş naziri həmişə nə deyirdi? Deyirdi ki, bəli, biz Yevlağa gələcəyik, Yevlağa qədər bizimdir, Bakıya gələcəyik. Bəli, gəldilər. Bizim Ali Baş Komanda dedi ki, gəlsinlər. Amma gəliblər. İndi belə deyək də, akvariumun, reşotkanın içində oturub, belə deyək də, o dustaqlara verilən stakanlarda çay içirlər. Biz belə deyək, bizim xalqımız, kişilərimiz, qadınlarımız dünyada belə deyək də ikinci bir nətər deyim, xalq kimi, yəni bizim kişilərimiz də, qadınlarımız da şirdir, pələngdir. Yəni bunlar biz qəzəblənəndə heç nə bizim qarşımıza dayana bilməz. Biz bir daha antiterror əməliyyatlarında bir daha Ermənistana və yaxud da Ermənistanın arxasında duran o çürük dövlətlərə hamıya biz başa saldıq ki, bizlə, cənab prezident nə deyir? Bizlə ancaq xahişlə danışa bilərsiniz. Xahişlə. Bizlə sərt danışanda onun çox acı bir, belə deyək, acı günlərini yaşaya bilərsiniz. Salman müəllim, daha çox sizin fəaliyyətiniz qeyd etdiniz ki, bələdçi kimi olub. Bələdçinin əhəmiyyəti nə qədər idi döyüşlərdə? Siz hansı hissəsində iştirak edirdiniz döyüşlərin? O barədə istəyərdim biraz danışaq. Bilirsiniz, biz 92-ci ildə xidmət elədiyimiz, deyək ki, həmlə zərbə rotasında mən orada xidmət eləmişəm, sonradan xüsusi təyinatlarda xidmət elədik. Yəni o döyüşlərdə mən yaralana qədər, ağır yaralanana qədər, yəni o təcrübələri biz orada keçdik. Yəni o bugün, yəni Şuşaya qədər və yaxud da Xankəndi, Ağdərə istiqamətləri mən 92-ci ildə bütün o cığırlar, bütün o yerlər hamısı mənim gözüm qabağındaydı. Çünki mən deyək ki, 19 yaşında o yerlərdə mən döyüşdüm, o yerləri belə deyək də gəzmək demək olmaz, yəni ancaq hərbi işlərlə bağlı o yerlərdə mən oldum. Və yaxud da 2020-də demək bələdçi kimi mən orada, yəni tək mən yox, bir neçə nəfər müəyyən yerlərə qədər, yəni yenə də o təminatların vaxtında müəyyən yerlərə təhlükəsiz çatdırılması. Bəli, təhlükəsiz çatdırılması. Bilirsiniz, bizlə döyüşən orduda deyə düşmən elə bütün cığırlar, bütün yollar, hər yer minalanmış, belə deyək ki, və yaxud da ki, sürprizlərlə Azərbaycan ordusunu gözləyirdilər. Amma biz, deyək ki, puxtələşmiş, belə deyək də, bir döyüşçü olaraq, xüsusi təyinatlı olaraq, biz o gediş yerlərini bilirdik, hardan getmək lazımdır. Ən çoxun, belə deyək ki, dövlətin bizə etimad göstərib, o hərbi hissələri bizə təhkim elədilər. Amma sonradan, belə deyək, o döyüşmə, yəni o müəyyən yerlərdən sonra o müəyyən komandirlər, yəni bizim gözəl komandirlərimiz var, bizim belə deyək, kəşfiyyat olsun, və ya qeyri-kəşfiyyat olsun, müəyyən şeydən sonra biz döyüş, deyək ki, göstərişini həyata keçirdik. Yəni bizə verilən tapşırığı olsun kəşfiyyat və ya da olsun başqa bir şey, onlar biz çox yüksək səviyyədə həyata keçirdik. Çox sağ olun Salman bəy. Salman, artıq verilişimizin son dəqiqələrinə gəlib çatmışıq. Hər hansı bir əlavəniz varmı Müsal bəy? Mən əlavəm odur ki, Azərbaycan xalqına uzun ömür, can sağlığı arzulayıram. Azərbaycan xalqı bugün də, sabah da, lap 10 il sonra da
arxayın ola bilər ki, Azərbaycan ordusu Azərbaycan xalqının, vətəninin arxasında dayanıbdır. Azərbaycan ordusu dayandığı müddətdə, durduğu müddətdə heç kim bizə hücum eləyə bilməz, müharibə eləyə bilməz. Onu aprel döyüşlərində də göstərmişik bütün dünya, vətən müharibəsində də göstərmişik ki, Azərbaycan ordusu nəyə qadirdir. Çox sağ olun. Siz sağ olun, mən təşəkkür edirəm. Əlavəniz varsa, buyurun. Salman bəy. Mən sizin efirinizdən bütün belə deyək, cənab prezidentə mən öz təşəkkürümü bildirirəm. Bizim ordumuza təşəkkürümüzü bildirirəm. Xalqımıza təşəkkürümü bildirirəm. Yəni ordu, xalq ordu ilə, ordu da cənab prezidentlə birləşdi. O bizim 30 illik həsrətimizə son qoydu. Yəni bu gündən sonra bizim hədəfimiz İrəvandır. İnşallah İrəvan alınandan sonra, yəni müəyyən biz təzədən burada inşallah ki müsahibə verərik. Təşəkkür edirəm bir daha. Sağ olun, minnətdarıq. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izlədiniz. Verilişimizin bu dəfəki buraxılışı 2016-cı ildə baş vermiş aprel döyüşlərinə əsr olunmuşdu. Sağ olun, gələn görüşlərə dək.